Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Vessalatu vesselamu ala eşrefil enbiyai vel murselin. Nebiyyina Muhammedin ve ala alihi ve ashabihi ecma'in. Rabbi şrahli sadri ve yessirli emri. Vahlul ugdeten min lisani yefkahu kavli. Allahümme allimna ma yenfa'una. وانفعنا بما علمتنا وزدنا علما وأصلح لنا شأننا كله ولا تكلنا إلى أنفسنا طرفة عين. Kıymetli kardeşler, aziz, hürmetli cemaatimiz, həmd olsun uca Allah'a. Allah Teala bizlərə ona ibadət edib, onu zikr edib, xatırlayıb yada salmağa, onun sevdiği və razı qaldığı işləri görüb həyata keçirməyə, eləcə də günahlardan və asirlərdən uzaq durub kənar dayanmağa bizləri müvəffəq edir, bizləri asanlaşdırır. Müsəlmanın həyatında daima ehtiyacı olan, onun hər bir işində, istər vaxtında, istər ibadətlərində, istər öz evində, eşiyində, istər miniyində, istər ailəsində, övladlarında çox qiymətli bir nemət var. O da Allahın bərəkətinin olması. Hər bir işdə bərəkət. Bərəkət bir nemətin artıb çoxalması deməkdir. Bir nemətin artıb çoxalması onun öz yerində sabit qalmaqla yanaşı üzərinə əlavə nemətlərin artıb gəlməsi deməkdir. Buna görə insan Allaha dua edib, istər mal mülkünün, istər övladının, istər ruzusunun, istər vaxtının bərəkətli olmağın istəyib dua edəndə əslində o Allahdan iki şey istəyir. Bir, Allahım əldə olanı qoru saxla. İki, Allahım onun üzərinə əlavə bərəkət, xeyir, fayda gətir. Hamı axtarır nələr edək ki biz bərəkət tapaq. Çünki bugün hamının ən çox şahit elədiyi bəlkə də ən birinci şeydir. Əvvəlki bərəkət yoxdur. Heç nə yeməkdə, qidada, vaxtda, ibadətdə də ləzzət dadı yoxdur. Hamı bundan şikayət edir və bu da doğrudan da qaçınılmazdır. Çünki tək bir insanda olsa deyərsən hə, lakin çox adam əgər bundan şikayət edirsə, demək doğrudan da bərəkətin azalıb çəkilməsi var. Müsəlman çalışmalıdır ki, həyatında ona bərəkət gətirəcək səbəbləri, yolları axtarsın. Allah Teala onsuz da insanı yaradıb, ona xeyir, bərəkət gətirən səbəblərə qoyub. İnsana ağıl, şuur, dərrakə verib ki, o xeyir, bərəkət gətirən səbəbləri axtarsın, araşdırsın. Ən birinci qardaşlarım, səhər erkəndən yuxudan oyanıb qalxmaq. Səhər erkəndən yuxudan oyanıb qalxmaq Allahın bərəkətinin ən çox paylanılıb bölüşüldüyü vaxtdır. Allah Resulü Muhammed sallallahu aleyhi və səlləm sübh çağı mənim ümmətim üçün bərəkətli, xeyirli oldu söyləyir. Mənim ümmətim üçün sübh çağı xeyirli, bərəkətli oldu. Allah Nəbisi sallallahu aleyhi və səlləm bununla yanaşı Allaha dua edir ki, Allahım sübh çağını mənim ümmətim üçün xeyirli, bərəkətli et. Erkəndən oyanıb qalxmaq. Hansı işi görürsənsə, görmüş ol. İstər ruzu qazanırsansa, istər elm öyrənirsənsə, istər dünyəvi bir işlə məşğulsan, səhər vaxtında bunu etmək. Allah Nəbisi sallallahu aleyhi və səlləm bizlərə əzəmətli bir hədis söyləyir. Ki bu hədis ruzunun insana xeyirli, bərəkətli şəkildə gəlməyinə ən böyük səbəblərdən biridir. Əgər siz Allaha haqqı ilə təvəkkül etmiş olsaydınız, quşların ruzləndiyi kimi ruzlənərdiniz. Demək, haqqı ilə təvəkkül etsək Allaha, Allah Teala bizi ruzləndirəcək. Necə ki, digər məxluqatı ruzləndirir. Yaxşı, necə o quşlar təğdu ximasan və taruhu bitanə. Səhər erkəndən ac qarnına ruz dalıcan çıxırlar, axşam tox qarnına öylərinə işlərinə qayıdırlar. Demək, səhər erkəndən insan ruzu dalıcan, digər işlərinin dalıcan çıxıb getməlidir. Sələflərdən çoxlu əsərlər gəlir.
onların sübh çağını nə dərəcədə yaxşı istifadə edib dəyərləndirmələri. Abdullah ibn Məsud, Allah ondan razı olsun, bu əməli yerinə yetirməkdə o və onun ailəsi ən gözəl nümunələrdən sayılır. Heç vaxt sübhdən sonra yatmazmış. Sübh namazından sonra yatmazmış. Yəni o sübh namazından oyanmazmış, oyanarmış gecə namazı vaxtından. Gecə namazını qılarmış, Quranını oxuyarmış, duasını, zikrini eləyərmiş, sonra sübh namazı gəlir, sübh namazını qılarmış, yatmazmış. O və onun ailəsi. O və onun təkcə özü yox, zövcələri, övladları da yatmazmış. Hətta ən yorğun hal olmuş olsa belə, duhaya qədər oyaq qalar, duhadan sonra yatarmış. Duhanı qılıb ondan sonra yatarmış. Yəni əgər uzaq bir səfərdən gəlirsə, yaxud da məşəqqət, sıxıntı, çətinlik varsa, duhaya qədər gözləyərmiş. Duha vaxtı daxil olur, günəş çıxandan 15 dəqiqə sonra duhanı qılıb ondan sonra yatarmış. Bərəkəti gətirən səbəblərin ən birincisi budur. İkinci, qardaşlarım, çoxlu Quran-ı Kərim oxumaq. Quran-ı Kərim insanın həm maddi həyatına, həm də mənəvi həyatına həqiqətən də bərəkət gətirir. Allah Teala buyurur ki: "Və hâzâ kitâbun enzəlnâhu mübârakun." Budur bizim nazil etdiyimiz mübarək, bərəkətli kitab. Hər sahədə, istər elmdə, elmlə məşğulsan, mütləq elmə məşğul olmamışdan qabaq Quran-ı Kərim oxu, ondan sonra ged elm öyrən. Ruzu qazanırsan, mütləq birinci Quran-ı Kərimlə başla. Evlənirsən, ailə həyatı qurursan, iş görürsən, övlad tərbiyə edirsən, Quran-ı Kərimlə başlamaq. Baxın, yuxudan oyanan zaman ilk oxunan dualarda və zikirlərdə Quran ayələri var. Necə ki, yatmamışdan qabaq surələr var, oxuyuruq, yatırıq, ayələr var, oxuyub yatırıq, eləcə də oyananda Quran-ı Kərimdən ayələr var ki, onları oxumalısan. Bərəkət gətirir, xeyir gətirir. Hər gün müsəlmanın Quran-ı Kərimdən payı olmalıdır. Bir səhifə, iki səhifə, yarım cüz, bir cüz, mütləq Quran-ı Kərimdən oxuyub tilavət eləməlidir. Həqiqətən də kimin ki həyatında Quran varsa o xoşbəxt olacaq ki, onsuz da bunu insanlar öz həyatlarında hiss edirlər. Allah Teala onun ömrün, həyatın bahar edir. Amma Allah qorusun, kimin ki həyatında Quran yoxdur, elə bil ki xaraba ömür yaşayır. Tərk-i dünya həyat yaşayır. Allah qorusun. Quran-ı Kərim mütləq. Allah Nəbisi sallallahu aleyhi və səlləm buyurur ki, Bəqərə surəsini oxuyun. Həqiqətən də onu oxumaq insana bərəkət gətirir, tərk eləmək isə xüsran və ziyandır. Kim Bəqərə surəsini oxuyursa ona sehirbazın sehri, falçının falı, kahinin kəhanəti, cadugarın cadusu təsir eləmir. Yəni çalışıb qardaşlarım hər gün Quran-ı Kərimdən oxumaq. Əlbəttə oxuyanda yəni quruca oxuyum, səhifələri çevirim yox. Oxuduğumuz ayələrin bacardığımız qədər mənalarına da baxmaq, ayələr haqqında fikirləşmək, həyatımızı əməl edib tətbiq eləmək. Qardaşlarım, bərəkəti gətirən səbəblərdən üçüncüsü namazları qoruyub, saxlayıb vaxtında qılmaq. Hər bir namazı öz vaxtında qılmaq insanın həyatın, ömrün, vaxtın bərəkətli edir. Sübh namazını sübh çağında qılmaq, zöhrü zöhr çağında qılmaq, asırı asır çağında qılmaq, məğribi məğrib çağında, işanı işa çağında, sünnətləri ilə bərabər cəmaatla məsciddə qılmaq insanın həyatın ən çox bərəkətli edən səbəblərdən biridir. Ona görə namazlar mühümdür. Xeyir, fayda gətirir insana, ruzusunu artırır, üzün nurlu edir. Sələflər deyirlər ki, insanın üzün nurlu edib, qəlbin işıqlandıran əməllər 4-dür. Səhər axşam zikirləri ruzunu artırır, qəlbi işıqlı nurlu edir və insanın həyatın xoşbəxtçiliyi gətirir. Sonra Quran-ı Kərim oxumaq, sonra gecə namazları və sonra ümumən namazları vaxtında qılmaq insana bərəkət gətirir. Qardaşlarım, istiğfar eləyib Allahdan çoxlu bağışlanma istəmək.
insanın qəmin qüssəsini aparır, ona xoşbəxtçilik fayda gətirir. Allahdan çoxlu bağışlanma istəmək. Allah Teala buyurur ki, Nuh peyğəmbər öz qövmünə dedi: "Fəqultu estağfiru rabbakum innehu kana gaffara." Mən onlara dedim ki, Rəbbinizdən bağışlanma istəyin. Həqiqətən də o çoxlu bağışlayandır. Yursilis səmaa aleykum midrara. O sizə yağışı bol-bol göndərər. Bolluq, bərəkət. Yursilis səmaa aleykum midrara. Və yumdidkum bi əmvalin və bənin. Oğul, uşaq, mal, mülklə sizə köməklik edib dadınıza satar. Və yec'al lekum cennetin və yec'al lekum enhara. Bağ-bağça sizə hazırlayar, bağ-bağça sahibi olarsınız və çaylarda sular bollaşar. İstiğfar Allahdan çoxlu bağışlanma istəmək. Peyğəmbər sallallahu aleyhi və səlləm deyir ki, ey insanlar, Allahdan çoxlu bağışlanma istəyib ona çoxlu tövbə edin. Həqiqətən də mən gündə 100 dəfə Allahdan bağışlanma istəyib ona tövbə edirəm. Əstəğfirullah və atubu ileyh. Əstəğfirullah və atubu ileyh. Allahım, məni bağışla, səndən bağışlanma istəyirəm və sənə tövbə edirəm. Qardaşlarım, insanın həyatında bərəkəti artıran başlıca səbəblərdən biri Allahı zikr edib ona çoxlu şükürlər etmək. Allah Teala buyurur ki, və in təşkuru yardahu lakum. Əgər şükr etsəniz, mən sizdən razı qalaram. Allah Teala buyurur, lə in şəkərtum lə əzidənləkum. Əgər şükr etsəniz, mən sizə olan nemətlərimi artıraram. Bərəkətli olar. Allahı çoxlu şükr eləmək. Allahı zikr eləmək. Hansı zikirlər olursa olsun, istər qeydli gələn zikirlər, namazın zikirləri, səhər zikirləri, axşam zikirləri, səhər oyananda, axşam yatanda, istərsə də mütləq şəkildə nə zikirlər bilirsən elə. Bazardığın qədər salavat, la havlə və la quvvətə illə billah, subhanallah, elhamdülillah, Allahu Ekber, la ilahe illallah, Muhammedən Rasulullah, hasbiyallahu və ni'məl vəkil. Hamısı bərəkəti artıracaq, xeyri çoxaldacaq. Qardaşlarım, qohum əqrabalarımızla əlaqə saxlamaq ömrümüzün bərəkətini artırır. Ömrümüzün bərəkətini artırır, subhanallah. İnsanın ömrünü uzadır. Peyğəmbər sallallahu aleyhi və səlləm deyir ki, kim qohum əqraba ziyarətlərin, qohum əqraba əlaqəsini qoruyub saxlayırsa, Allah Teala onun ömrünü uzadır. Ömrünü uzadır, yəni onun ömrün bərəkətli edir, xeyirli edir. Yəni o 50 illik, 60 illik ömrü elə bir 100 il, 120 il kimi yaşayır. Qohum əqraba. Əlbəttə ki, qohum əqraba ilə əlaqə saxlamaq iki ikisini var. Mütləq şəkildə əlaqə saxlayacağımız qohumlar əmidir, dayıdır, aydındır, babadır, nənədir. Var, yəni imkan varsa. Onların aşağılarında olan qohumlar. Əlaqə saxlamaq. Elhamdülillah, əgər biz bunları eləsək, Allahın müvəffəqiyyəti ilə həyatımızda çoxlu xeyrlər, bərəkətlər taparıq. Çoxdur əlbəttə bərəkəti gətirən əməllər. Elm öyrənib, onu insanlara təbliğ etməklə məşğul olmaq, insanlara xeyri tövsiyə edib, onları pislərdən çəkindirmək, daima məscidlərdə Allahın sevdiyi və razı qaldığı ən çox yerdə olmaq, günah və asilik olan məclislərdən çəkinib uzaqlaşmaq həyatımızda bərəkəti artırır. Əlbəttə, bərəkəti artıran səbəblər olduğu kimi azaldan səbəblər var. Elə saydığımız əməllərini əksin eləmək bərəkəti azaldır. Yəni az Quran oxumaq bərəkəti azaldır. Namazları vaxtında qılmamaq bərəkəti azaldır. Az zikir, az şükür bərəkəti azaldır. İstiğfar, tövbəni tərk eləmək bərəkəti azaldır. Lağlağı məclislərində oturmaq bərəkəti azaldır. Məclisləri, məscidləri, elmi tərk eləmək, dəvətdən yayınmaq bərəkəti azaldır. Allah Teala buyurur ki, ya eyyuhəl-ləzīnə əmənu, ey iman gətirənlər, intansurullaha yansurkum. Siz Allaha köməklik etsəniz, Allah da sizə köməklik edər. Və yüthəbbit əqdəməkum. Və sizin qədəmlərini sabit edər. Əgər istənsə köməklik gəlsin, bolluq, bərəkət olsun, sabit qalasan, gərək elmlə, dəvətlə məşğul olasan. Allah Teala hər birimizi eşitib, başa düşüb, faydalanan və ən gözəlinə tabi olan qullarından etsin. Bu gözəl məclis, bu yaxşı rayon, ölkə əmin-amanlıqlı, vaxt, axşam Allah Teala bizə çoxlu mükafatlar versin.
bizə çoxlu bərəkət və bolluq versin, əmin-amanlıq içərisində yaşayaq. Müsəlman kimi yaşayıb, müsəlman kimi bu dünyadan keçək. Subhanəkallahumma bihamdik, əşhədu en la ilahe illa ent, əstəğfiruka və ətubu ileyk.